Vüsal bəy, həm də biz hovuzun ətrafında balaca da olsa bir güşə yaratmışıq və bu güşədə də görün bu görünüşə, bu mənzəriyə, gəlin burada bir oturun, özünüz də bir zövq alın. Mən artıq zövq alıram və inanıram ki, izləyicilərimiz də zövq alır. Vüsal bəy, həm də biz buradan bir balaca bir dəhliz yaratmışıq və bu dəhlizdən keçid bağ hissəsinə də buradan da bir baxaq və bu zövqü də bir yaşayaq. Maraqlı layihələndirmədir. Ev sanki bu gözəl torpaq sahəsini iki fərqli istirahət dünyasına bölür. Burada həm manqal zonamız var, həm də burada həm sanitar qovşağı da yaratmışıq. Yəni burada demək olar ki, bütün şərait var. Qaz var, su var, işıq var. Hər bir situasiyada burada istədiyin ab-ı havanı yaratmaq olur. Bir də Vüsal bəy, xahiş edirəm bura gələsiniz. Buradan yuxarıya bir mənzərə yaratmışıq. Burada həm çardaq deyirlər bizdə. O çardağın balaca bir tipajını yaratmışıq. Və burada bir həm də çıxaq yuxarı bir baxaq. Bu yuxarıdan çıxıb bu gözəlliyi də seyr etmək və bu ab-ı havanı yaratmağa buradan da bir baxaq və bu zövqü də bir yaşayaq. Doğrudan da bu bağın hər hissəsində ayrı bir enerji və rahatlıq hiss olunur. Elə bil bağın ikinci nəfəsi məhz bu hissədə açılır. Bildiyiniz meyvələrin